Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya olunmasından 31 il ötür. Bu münasibətlə anım tədbiri keçirilib. Hər qayası bir tarix idi, hər daşı bir nişanə idi Qərbi Azərbaycan illərinin. Qədim qalalarında, keçilməz sıldırım qayalıqlarında, dağlarında ulularımızın min illik izləri, nəfəsləri vardı. Bu qədimlik, bu icazkarlıq qarı düşmənin ağlını başından alırdı və min bir hilə ilə bu yerlərə sahiblənmək istəyirdi. Bu fürsət isə son 200 illik tarixdə bir neçə dəfə yarandı və ermənilər havadarlarının vasitəsilə yurt yerlərimizə sahibləndilər. Sonuncu deportasiya 1988-ci ildə yekunlaşdı və demək olar ki, o yerlərdə bir dənə də olsun Azərbaycanlı qalmadı. Bugün bir araya gələn el oğulları da məhz o qara və acı tarixdən danışdılar. Erməni qəsbkarlarının talan etdikləri yaşayış məkanlarımızı yerlə yeksan etdiklərini dedilər. Qeyd etdilər ki, gənc nəsil bu tarixi unutmamalı. Dünya ictimaiyyətini erməni qəsbkarlarının qeyri-qanuni hərəkətlərindən xəbərdar etməlidirlər. Hal-hazırda sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib, biz əsasən fəaliyyətimizi sosial şəbəkələr üzərində qurmuşuq. Bizim artıq bəzi Avropa ölkələrində, inkişaf eləmiş Avropa ölkələrində nümayəndəliklərimiz, təmsilçilərimiz var. Yəni onlar da bu təbliğatla məşğuldular. Biz hüquqşünaslardan ibarət beynəlxalq qanunları bilən bir qurum yaradaq və işçi qrupu və bunlar ümumiyyətlə əhali arasında işləsin və lazım olan sənədləri beynəlxalq məhkəməyə biz çıxarmaq istəyirik və beynəlxalq məhkəmə vasitəsilə Ermənistan Respublikasından təzmin etməsini istəyirik. Tarix o zaman tarix olur ki, həqiqət olduğu kimi deyilsin və ibrət alınsın. Qərbi Azərbaycanlı el oğulları da tarixi yaşatmanın bir məqamı kimi paytaxtın müvafiq yerlərinin birində deportasiya ilə bağlı xatirə kompleksinin inşa edilməsinin və anım mərkəzinin yaradılmasının vacib olduğunu söylədilər. Bətörə Nəbiyeva, İsa İsmailov, Space.